Salam əziz abituriyentlər, 11 yanvar 2026-cı il tarixində 11-ci sinif 2-ci qruplar üçün keçirilmiş güvən sınağı 8-in tarix sualları ilə tanış olaq. Öncədən Sənan Qurbanova sualların hazırlanmasında göstərdiyi, bu elektron vəsaitin hazırlanmasında göstərdiyi dəstəyə görə təşəkkürümüzü edirik. 61-ci sualda 14-cü əsrin ortaları və 15-ci əsrin əvvəllərində Şirvanşahlar dövlətinin tarix üçün xarakterlikdir. Xarəzmşahlarla dostluq münasibətinin saxlanması. Bildiyimiz kimi bu 12-ci əsrin sonu 1-ci Ağstanad dövründən 13-cü əsrin 1-ci yarısı, yəni 1227-ci il 3-cü Fərib Özün əlaqələrini nümunə göstərə bilərik. Bu dövrə aid deyil. Təbriz üzərinə hərbi yürüş, bəli, hər ikisinə aid xüsusiyyətdir. Belə ki, 1345-ci ildə Qavus ibn Keyquba Təbrizə yürüş etmişdi. 15-ci əsrin ortaları, yəni 1405-6-cı illərdə də Kürçay sahilində döyüşdən sonra Təbrizə daxil olan 1-ci İbrahim bu bölgəni 2 ay nəzarətə saxlamışdı. Demək, Təbrizə yürüş hər iki dövrə aid xüsusiyyətdir. Dərbəndlərin hökmranlıq etməsi bildiyimiz kimi 1382-ci ildən 1538-ə qədərdir. Bu 14-cü əsrin ortalarına düşmür. Monqolların yürüşləri bu dövrə aid deyil. Teymurlərdən asılılıq da 1386-cı ilə aid xüsusiyyətdir. Bu da göstərilən dövrlərə aid deyil. 62-ci sual, uyğunluğu müəyyən edin. İlk öncə xəritədəki ərazilərə baxaq. Bir kimi göstərilən ərazi, demək, Şərur Dərələyəz bölgəsidir. 2 ərazisi, 2 kimi göstərilən yer Zaqataladır. 3 isə Lənkəran. Tiflisdə imzalanmış sazişi yazısının AXC və Ermənistan öz qoşunlarını bölgədən çıxarmaydı. Bu Zəngəzura aid xüsusiyyətdir. 1919-cu ilin payızında imzalanmış Tiflis sazişi ilə Zəngəzur qəzası ərazisindən bu qoşunlar çıxarılmalı idi. Biz çıxarsaq da Ermənistan bu öhdəliyi yerinə yetirmədi. Burada Zəngəzur göstərilməyib. Çünki Zəngəzur ərazisi burada xəritədə göstərilsə, bax, bura kimi göstərilməlidir. Bu qeyd edək mavi rənglə Zəngəzur. Burada isə rəqəm qoyulmayıb deyə burada Zəngəzura aid xüsusiyyət yoxdur. A gedər. Variantlara baxsaq, variantını çıxırıq. Sovet Rusiyası tərəfindən erməni daşına köçmədən verilmişdi. Bəli, bu ərazi Şərur Dərələyəz bölgəsi idi. Belə ki, demək, 1920-ci ilin avqust ayında Şərur Dərələyəz Ermənistan hökumətinə verilmişdi. Burada 1 kimi göstərilib, 1B. Bolşeviklər tərəfindən Muğan Sovet Respublikası yaradılmışdır. Bu Lənkəranda 1919-cu ilin may ayında yaradılmışdır. Sonralar AXC avqust ayında həmin bölgənin nəzarətini əlinə keçirmişdi. Bu da 3 kimi göstərilib. Əkin və əxlaq sahələri Gürcüstanın Sığnaq qəzasına verilmişdi, birləşdirilmişdi. Bu da Zaqatalaya aid xüsusiyyətdir. Demək ki, 1920-ci ildə, 21-ci illərdə bu bölgənin, Zaqatalanın Sığnaq qəzasına aid xüsusiyyət, demək, otlaq sahələri Gürcüstana verilib. Bu da xəritədə 2 kimi göstərilib. Sovet Azərbaycan və Sovet Ermənistan arasında mübahisələr ərazilər olmuşdu. Bu ərazilər Naxçıvan 1920-ci avqustunda. Bu Şərur Dərələyəz veriləndə Naxçıvan, demək, Zəngəzur və Qarabağ əraziləri idi ki, bunlar mübahisələr ərazilər olmuşdu. Bu ərazilər isə xəritədə göstərilmədiyi üçün heç birinə aid deyil. 1B, 2D, 3 isə C kimi göstərilib. Cavab B variantı. Qızıl Ordu dövlətinə fərqli olaraq Xəzər xaqanlığı Rus knyazlarına qarşı mübarizə hər ikisinə aiddir. Azərbaycana yürüş hər ikisinə aiddir. Ərəblərin Şərqi Avropaya yürüşlərini qarşılamışdır. Bu yalnız Xəzərlərə aiddir. 7-8-ci Ərəb-Xəzər müharibələri, 7-8-ci əsrlər. İslamın rəsmi dövlətinin elan edilməsi bu Qızıl Orduya aiddir. Əhalisinin böyük hissəsi türk idi. Bu da hər ikisinə aiddir. Səlcuq Sultanı 1-ci Toğrul və Səfəvi Şahı 1-ci İsmailə aid ortaq xüsusiyyətlər. Şirvanşahlar əsas salmışdır. Səfəvi Şahı 1-ci İsmailə aiddir bu xüsusiyyət, amma 1-ci Toğrula aid deyil. Çünki 1066-cı ildə Səlcuqluların hökmdarı Alparslan Şirvanşahlara əsas salmışdır. Toğrula aid deyil. Azərbaycan cənub torpaqlarına yeni dövlət əsasını qoymuşdur. Bu Səfəvi Şahı İsmailə aiddir. İsmail Təbrizdə paytaxtı Təbriz olan Səfəvilər dövlətinə əsasını qoymuşdur. Amma Toğrul Azərbaycanın cənubunda yox, Nişapurda, yəni İran ərazilərində dövlət yaratmışdı 1038-ci ildə. Xorasan ələ keçirilmişdi. Bəli, bu hər ikisinə aid xüsusiyyətdir. Çünki 1040 Dəndənikan döyüşündə 1-ci Toğrul, 1510-cu ildə Mərv döyüşündə də Şah 1-ci İsmail Xorasanı ələ keçirmişdi Şeybanlarla mübarizədə. Amcayadan Fəradçayına qədər əraziləri tabe etmişdi. Bu da hər iki hökmdarın xüsusiyyətləridir. Cavabımız 3 və 4 Y variantı.
Stalingrad uğrunda döyüşlərdə faşist Almaniyası əsas məqsədi bildiyimiz kimi 1942-ci ilin demək payızından başlanan Stalingrad vuruşması 43-cü ilin əvvəllərinə qədər davam etmişdi. Bu müharibə demək Almaniyanın məğlubiyyətinə başa çatıb və burada bu cümlə sualıdır, dərsliklərdə verilmişdi. Almaniyanın burada məqsədi Stalingradı tutmaqla neft bölgələri ilə Sovet Rusiyasının əlaqəsini kəsmək idi. Yəni cavabımız da D variantında göstərilib. Sovet ordusunun Qafqazın neft mərkəzi əlaqəsini kəsmək. Təbii ki, bu məqsəd nail olunmadı. Tarixi proseslərin məntiqi aracılığını tamamlayır. Saratoga döyüşünün baş verdi. Bildiyimiz kimi 1777-ci ildə demək istiqamət müharibəsinin gedişində ABŞ bu döyüşdə qələbə qazanmışdı ABŞ qoşunları. Ayrıca George Washington Avropa göndərilməsi. Burada George Washington yox, Benjamin Franklin yazılmalıydı. Ümumiyyətlə bu cümlə doğru deyil. İstiqamət müharibəsinin taleyinin həll olunması bu Yorktown döyüşünə aiddir. 1781-ci ildə. Bu da Saratoga döyüşünün ardıcı baş verməyib. İngilis ordusu məğlubiyyətə bəli, bu olar. İngilis ordusu məğlubiyyətə uğradı Saratogada və ABŞ-ın beynəlxalq nüfuzu artıb. Nəticədə Avropa dövlətlərindən ilk olaraq Fransa ABŞ-nin müstəqilliyini tanımışdı. 4-də də Y variantı uyğun gəlir. Boston Amerikalı tərəfindən azad edilməsi bu Saratoga döyüşünə öncəyə aiddir. 2C, 4Y doğru cavabımız C variantı. Manna əhalisinin eradan əvvəl 7-ci əsrin ortalarında üsyan qalması səbəbi bildiyimiz kimi eradan əvvəl 650-ci ildə üsyan səbəbi ilə Aşir hakimiyyətdən devrilmişdi. Bunun səbəbi Aşirinin müstəqil siyasət yürütməsi idi. Yəni onun siyasətindən xalq narazı idi. Və bunun nəticəsində Aşur hökmdarı Aşurbanipalda bölgəyə işğalçı, qarətçi, daha doğrusu yürüş etmişdi. Mədəniyyət nümunələrinə aid xüsusiyyətlər. Nizamiye mədrəsəsi bildiyimiz kimi 1160-cı illərində 1066-cı ildə tikilib və bu mədrəsəni tikən bildiyimiz kimi Səlcuq Sultanının vəziri Nizamülmülk idi. Bu Səlcuqlara aiddir. Qutb Minar abidəsi demək bildiyimiz kimi 13-cü əsr əvvəllərində Qutbəddin Aybək tərəfindən Deli Sultan tərəfindən tikilib. Gürəmir türbəsi də bildiyimiz kimi Teymurilər dövlətinə aiddir və Teymurun qəbri də həmin məqbərədə, türbədə yerləşir. Daha sonra baş vermişdir. Niyazabad döyüşünə səbəbən qələbəsi 1583. Demək, Şirvanşahların varlığına son qoyulması 1538. Uzun Həsən Osmanlı ilə əleyhinə Venesiya ilə hərbi ittifaqı 1472 Beyşehir döyüşündən öncə. Cəlalın Azərbaycan hökmündə başa çatması 1340-dan 1410-a. Əlincə qalasının Teymura tabi olması, təslim olsa 1400. Daha sonra dediyi üçün cavabımız A variantıdır. Hərbi kommunizm siyasətinin, yəni 1920-21. Kollektivləşmə siyasətlə oxşarlığı, kollektivləşmə 1929-1933. Bu iki siyasətin oxşar, yeni iqtisadi siyasətdən isə fərqli xüsusiyyət. Yeni iqtisadi siyasətdə 1921-25-ci illərə aiddir. Yeni iqtisadi siyasətində fərqli xüsusiyyətləri. Əhalinin istehsal etdiyi məhsulun zorla müsadirə olunması, hərbi kommunizm siyasətində, eləcə də kollektivləşdirmədə bu xüsusiyyət var idi. Amma yeni iqtisadi siyasət dövrü, bazar iqtisadi dövrü deyə əhaliyə demək o qədər də çətin deyildi. Demək bu ortaq xüsusiyyətdir hərbi kommunizm və kollektivləşdirmə ilə. Təsərrüfatda planlı sosialist sistemin hökmranlığı bu sosialist tədbirlərə aiddir. Yəni barza kollektivləşdirməyə aid etmək olar, amma kommunizmə aid deyil. Xırda kənd təsərrüfatlarının ləğv edilərək zorla ümumi təsərrüfatların birləşdirilməsi bu da kollektivləşdirməyə aiddir, yalnız kommunizmə aid deyil. Təsərrüfat sahiblərinin iqtisadi marağının azalması bəli. Çətinliklərdən dolayı həm hərbi kommunizm dövründə ərzaq savadlı verginin ağır formada tətbiqi, həmçinin kollektivləşdirmə dövründə təsərrüfatların zorla birləşdirilməsi təsərrüfat sahiblərinin, mülkədarların demək iqtisadi marağını zəiflədirdi. 1-4. Cavabımız B variantı. Müasir xəritədə A və B ilə işarələnmiş dövlətlərin 16-cı əsr tarixinə aid xüsusiyyətlərini Eyler-Venn diaqramında müəyyənləşdirin. A kimi göstərilən bildiyimiz kimi İngiltərə ərazisidir. B isə bildiyimiz kimi Osmanlıdır. Misir uğrunda Fransa ilə mübarizə bu İngiltərəyə aid xüsusiyyətdir. Sadəcə bu 16-cı əsr xüsusiyyəti deyil. 18-19-cu əsrlərə aid xüsusiyyətdir. A variantı gedər. Cavabımız demək olar ki, hazırdır. İspaniya donanmasının məğlubiyyətə uğradılması bu dövrdə hər ikisinə aid xüsusiyyətdir. Osmanlı 1533-cü ildə
Demək, İngiltərə isə 1588-ci məğlub edilməz Armadanın məğlubiyyətə uğradılması ilə İspaniya üzərində qələbə qazanmışdı. 1541 də deyə bilərik Osmanlı dövründə Əlcəzair döyüşü. Demək, 16-cı əsrə aid oxşarlıqdır bu. Tudorlar sülaləsində hökmranlığı bildiyimiz kimi İngiltərəyə aid xüsusiyyətdir. 1485-ci ildən hakimiyyətə gələn sülalə 1603-ə qədər hakimiyyəti qorumuşdur. 16-cı əsrdə görür deyə 1C. Korsik adasının tutulmasına Fransaya yardım bu 1535-ci ildə Fransa ilə Osmanlı arasında bağlanmış kapitulyasiyanın müqavilənin şərtidir, nəticəsidir. Bu da Osmanlıya aid xüsusiyyətdir. 2D. Müqəddəs birliyə üzv olması. Müqəddəs birlik bildiyimiz kimi 1684-cü ildə qurulub. Osmanlıya qarşı 17-ci əsrə aid xüsusiyyətdir və orada İngiltərə heç yox idi. Dövr olaraq da uyğun gəlmir. Rəşd və Gəncə müqavilələrinin oxşarlığı. Rəşd 1732, Gəncə 1735-ci illərdə bağlanmış Səfəvi Rusiya müqavilələridir. Bu müqavilələrin hər ikisinə aid xüsusiyyət kimi qeyd edə bilərik ki, hər ikisində Rus tacirlərlə Səfəvi arasında görməcə ticarət hüquqları verilirdi. Bu həm 1667, həm də 1717-ci illərdə bağlanmış İsfahan müqaviləsində də öz demək xüsusiyyəti var, bu xüsusiyyət var idi. 73-cü suala baxaq. Cədvəldəki hadisənin yerini dəyişdirsək, xronoloji düz olar. Xaçın məhkəməsində Alman kateqoriyasının ləğvi 1836. Hacı Murtuz üsyanı, yəni Zaqatala üsyanı 1863. Rusiya müsəlmanların 1-ci qurultayı 1905-in avqustu Nijni Novgorodda. İlk mərkəzləşmiş telefon stansiyası 1886. Aha, burada gördüyümüz kimi arıcılıq pozuldu. Şolar su kəməri 1917-də. Xronoloji arıcılığa baxsaq 3 ilə 4-ün yerini dəyişmək lazımdır. Cavabımız D variantı. Eradan və 7-ci yüzillikdə Afina və Sparta dövlətlərinə aid idarə üsulları arasında oxşar xüsusiyyətlər. Vətəndaşların ibarət haqq yancağı mövcud olması. Haqq yancağı var idi. Sadəcə burada ola bilsin bir texniki səhv edib vətəndaş sözünə görə. Amma variant doğru çıxsın deyə bunu götürəcəyin. Ordu və donanma başçılığı ilə strateglərin seçilməsi. Strateglər eradan əvvəl 6-cı əsrdən seçilməyə başlanmışdı. 7-ci yüzillikdə strateq yox idi qismində. 2-ni çıxsaq. Dövlətin başında konsulun dayanması. Konsul Romada olan bir hərbi başçıdır. Yunanistanda yox idi. 3-ü də çıxsaq, cavabımız hazırdır. Ağsaqqallar şurası fəaliyyət göstərirdi. Bəli, hər ikisinə var idi. Hakimiyyət də oliqarxiya əsaslanırdı. Oliqarxiya azlığın hakimiyyəti demək idi. 1, 4, 5C variantı. Şirvanşah 1-ci Fəriböz hər il 40 min dinar xərac verməli idi. Şirvanşah tituldaşmada məhrum idi. Bu 1066-cı ildə Səlcuq Sultanı 1-ci Səlcuq Sultanı Alparslan'a tabe olması ilə bağlanan müqavilənin şərti idi. Verilən hər iki cəhət nəyi göstərir? Bu döyüşlə, bu demək 1066-cı ildən etibarən Səlcuqlar bütün Azərbaycanın işğalını başa çatdırmışdılar. Bu da doğru cavab olaraq D variantında göstərir. Digər variantlara baxsaq, daxili müstəqil sözünə görə A variantı səhvdir. Məziyyətlər sualisi deyil, kəsranilərdir. Şirvanşah 1-ci Toğrul deyil, Alparslandır. Dəndənəkan döyüşündə bu hadisəyə heç bir aidiyyatı yoxdur. Və Şirvan qoşunları ilə də olmayıb bu döyüş. Şah hökuməti Sovet qoşunlarının İran ərazisinə çıxarılması üçün istəyir danışıqlara başladı. Aparılan danışıqlar nəticəsində İranın şimalda neft kəşfiyyatı və hasilat barədə Sovet İttifaqı müqavilə imzalandı. Mücahid Bağırovun etirazlarına baxmayaraq Stalin Sovet qoşunlarının İrandan çıxarılmasına razılıq verdi. Aha, bu 1900 bildiyimiz kimi demək 46-cı ildə neft konsensusunun Rusiyaya verilməsi ilə bağlı məsələdir. Yəni Cənub Azərbaycanda azadlıq hərəkatı, Pişəvərini başçılığı baş verən hərəkatdan danışılır. Mətndə bəhs olunan tarixi proses nəticəsində. Aha, Denis Devlin qoşunları, komandanın adı İngilis qoşunları İranda yerləşdi. Bu 1918-ə aiddir. Bu dövrə ümumiyyətlə aiddir. Biz 1941-1946-cı illər hərəkatından danışırıq. Şeyx Məhəmməd Xiyabani bu dövrdə yoxdur. Şəhid Cəfər Pişəvəridən söhbət açılır. İranda Qacarlar sualisi yoxdur bu dövrdə, Pəhləvilərdir. İran qoşunlarının Cənubi Azərbaycana daxil olmadan imkan yarandı. Bəli, bu doğrudur və nəticədə 1946-cı ilin 12 dekabrında hərəkat qəddarlıqla yatırıldı. Rıza Şah hökuməti də 1941-dən yoxdur. Hakimiyyətə onun oğlu Məhəmməd Rıza Şah gəlmişdi. Uyğunu müəyyən edin. 100 illik müharibədə qələbə qazandı. Bildiyimiz kimi 100 illik müharibə 1337-1453-cü illərdə baş verib. İngilislər Hastings döyüşü 1066-da olub. 100 illik müharibəyə aid deyil. A variantı avtomatik çıxar. Kresi döyüşü 1346-cı ildə baş verib və ingilislər qalib gəlib. Poitiers döyüşü 1356-cı ildə baş verib. Burada da bildiyimiz ingilislər qalib gəlib. Fransızlara indi baxaq. Kulikova döyüşü 1380-də olub. İngiltərə Fransaya aid deyil. Qızıl Ordu ilə Rusiya arasında baş verib.
Orlean döyüşü 1429-cu ildə baş verib və burada fransızlar qalib gəlib, doğrudur. Azincourt 1415-ci ildə baş vermiş döyüşdür. Burada fransızlar məğlub olub, onu görə götürmürük. 1BC, 2B, Y variantı. Mərəd müqaviləsinin pozulmasına səbəb oldu. Bildiyimiz kimi Mərəd müqaviləsi 1618-ci ildə müqavilə imzalanmışdı, amma 1622-ci ildə onun şərtləri 1-ci Abbas tərəfindən pozuldu. Bunu da səbəb Osmanlıda 2-ci Osman, Sultan 2-ci Osmanın öldürülməsi idi. Onun öldürülməsindən istifadə edən 1-ci Abbas yeni sultanın seçilməyinə qədər olan boşluqdan istifadə edib Osmanlı ərazilərinə, İraqın müxtəlif bölgələrinə, Kərbəla, Nəcəf, Bağdad şəhərlərinə yürüş edib oranı tutmuşdu. Bu da doğru cavab kimi B-də göstərilib. Yəni 1622-23-cü illər. Verilən hər iki xüsusiyyətinə aid olan şəhərlərin müəyyən. Səlcuq canişin mərkəzi idi. Bildiyim kimi Səlcuq canişinin 2 mərkəzi olub, Gəncə və Beyləqan. Monqollar tərəfindən dağılmışdı. Bu da hər ikisinə aid xüsusiyyətdir. Doğru cavabımız demək 5 Beyləqandır, 2 isə Gəncədir. 2 5. Digər ərazilər 1 Urmiyanın özüdür, 4 Təbriz, 3 isə Qəbələ bölgəsidir. Səbəb nəticə qadarını doğru bildiyi bəndi müəyyən edin. Avqust sülhünün imzalanması 1555, Avropada dini müharibələrə son qoyulması bu 1648 Vestfaliya sülhünə aiddir. Avqust sülhü ilə yalnız Almaniyada dini müharibələrə son qoyulub. Bu doğru cavab deyil. Flandriya yoluna rəqabət 100 il müharibə baş verməsi bəli. Doğru cavabdır. Granada əmrinin süqutu 1492 və nəticədə Pirinə yığılması böyük İspan krallarının əlinə keçməsi bəli doğrudur. Nəticədə orada iki dövlət meydana çıxır da bildiyimiz kimi Portuqaliya və İspaniya və ərazinin də çox hissəsi təbii İspaniya əllərində. Doğru cavab 2-3. Digər variantlara baxsaq, İngiltərədə parlamentdə qanunların verilməsinə iştirak hüququ qazanması bu 14-cü əsrə aid xüsusiyyətdir. Biyodal Qazax xaritəsi isə 1215-dir. Bundan öncəyə aiddir. Thomas Müseynin başçılığı üsyan 1524-25. Parisdə protestantlara qarşı qırğın 1572, eyni dövr deyil. Sasani şahı 1-ci Xosrov və İlxani Qazanxan islahatlarının nəticəsində sahibsiz torpaqlar hərbiçilərə paylandı. Bu hər ikisinə aiddir. 1-ci Xosrov Xostaq, baş hərflərinə elə Xostaq, Xosrov belə yadda saxlaya bilərsiniz. İlxani Qazanxanda da bildiyimiz kimi İqta adı ilə İncu Bayraq Divanı 3 torpağı birləşdirib İqta adına hərbiçilərə paylayırdı. Vergi yığan məmurların öz başlarına son qoyuldu. Bu da hər iki hökmdarın vergi islahatına aiddir. Doğru cavabımız 1-2. Uşaqlar, qadınlar, qocalar cizyə yox. Burada yazılsa ki gezid, o zaman çünki Sasanlarda gezid var idi. O zaman bu 1-ci Xosrova aid olar. Köçəri feodalların mövqeyinin möhkəmlənməsi bu da heç birine aid deyil. Eylervin diaqramında Ərəb xilafəti, Monqol dövləti və Teymur dövləti. Kalka döyüşündə qələbə qazanması 1223-cü ildə olmuşdur. Rus qıpçaqları Monqollar məğlub etmişdi. Bu da 2-yə aiddir. Hindistan arasında hücum hər üçünə aiddir. Monqollarda elə Dehli Sultanlığına dəfələrlə yürüş olmuşdu. Elə Şəmsəddin Etutmuş xanın dövründən etibarən. Ərəb xilafəti bildiyimiz kimi Hindistan ərazilərinə qədər Əməvilər ərazilər genişlənmişdi. Teymurlar da 1398 Əmir Teymurun Hindistana yürüşü. Şeybanlara qarşı mübarizə bu bildiyimiz kimi yalnız Teymurlara aiddir. Uluqbəyin dövrünə etibarən Şeybanlarla mübarizə başlamışdı. Sonralar elə Şeybanilər bu dövlətə son qoymuşdu 1507-ci ildə. 3C. Mərkəzi Asiyanın ələ keçirilməsi elə Hindistana yürüş edən bu dövlətlər bir hissəsində Mərkəzi Asiyanı tutmuşdu. Teymurlərlə Monqollar, məsələn Monqollar Teymurlərlə yaranan kimi ilk gördüyü tədbirlərdən biridir. Monqollar da ki 1219-21-ci illərdə Xarəmşahlarla mübarizə aparıb Mərkəzi Asiyanın işğalını başa çatdırmışdı. Burada deyilənə qeyd edək ortaq. Sasani dövlətinin süqutu da 651-ci ildə Ərəb xilafətinə aid xüsusiyyətdir. 1Y, 2A, 3C, 4B'dir. Bu Y variantıdır. 83-cü sual. Qaraqoyunlar Qoyun dövlətlərinin arasında ümumi cəhətlər. Teymur Əbsaid ilə siyasi hərbi mübarizə aparılması. Bu hər ikisinə aid xüsusiyyətdir. 1459-cu ildə Cahanşah Herat müqaviləsi. Aqonlar da ki 1468 yaranan kimi Teymur Əbsaidin yürüşünün qarşısını almışdı Həsən Padşah. Osmanlı ilə dostluq hər ikisinə aid xüsusiyyətdir. Qaraqoyunlar həmişə, Aqoyunda da ki elə Yaqub Padşahdan etibarən Osmanlı ilə dost əlaqələr saxlanılırdı. Cəlalilərin məğlubiyyətə uğradılması bu 1410 Əsəd döyüşü. Bu da heç dövlətə aid deyil. Ümumiyyətlə heç birine aid deyil. Çünki burada dövlətdən danışılır. Qaraqoyunlu Tayfa İttifaqına aiddir.
Hökmdarın qeyri-məhdud hakimiyyətinə əsaslanan mərkəzləşmiş dövlət zaman olsun. Mərkəzləşmiş dövlət deyildi heç biri, çünki soyqat paylayırdılar. Sərhədlər üzərində qələbələr bu hər ikisinə aiddir. Çünki 1460-cı ildə Samur döyüşündə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Şeyx Cüneydi məğlub edib. Ağqoyunlulardan da 1488-ci ildə Şahdağ döyüşündə Yaqub Padşah Şeyx Heydəri məğlubiyyətə uğradıb. Xronoloji acığı müəyyən edin. Parisdə protestantlara qarşı qırğın 1572. Vestfaliya sülhü 1648, 30 illik müharibənin sonunda. Hindistana dəniz yolunun kəşfi, Vasko da Gama 1498. Almaniyada reformasiyanın başlaması 1517, Thomas Martin Luther. Xüsusiyyətlərə, xronoloji ardıcılığı dediyinə görə 3, 4, 1, 2. Azərbaycanda ibtidai icma quruluşunun dağılması nəticəsində ata nəslinin mövqeyinin zəifləməsi, belə bir xüsusiyyət yoxdur. İri ittifaq ittifaqlarının yaranması bu orta tuncdadır. Bizdə isə ibtidai icma quruluşunun dağılması son tunc erkən dəmirdir. İnsanların ibtidai kollektiv əməyinə üstünlük verməsi, xeyr, belə bir məlumat da yoxdur. İdarəetmən adlı sanlı adamların ələ keçməsi, bəli, bu doğrudur və cəmiyyətli varlı yoxsulların meydana çıxması. 1-ci Mahmud Nadir Şahifşarla Sülh müqaviləsini imzaladıqdan sonra əsas gücünü Avstriyaya qarşı yönəltdi. Balkanlarda ağır məğlubiyyətə uğrayan Avstriya sülh istəməyə məcbur oldu. İmzalanan müqavilə əsasında Osmanlı dövləti Balkanlarda itələyən ərazilərin xeyli hissəsini geri qaytara bildi. Deyir ki, Mədinə bəhs olunan Osmanlı sultanını, yəni 1-ci Mahmudu, əmsi 3-cü Əhməddən fərqləndirən xüsusiyyətlər. 1-ci Mahmud bildiyimiz kimi 1730-1754-cü illərdə hakimiyyətdə olub. 3-cü Əhməd də 1703-1730-cu illərdə hakimiyyətdə olub. Hər ikisi Osmanlı geriləmə dövrünün sultanıdır. İndi fərqli xüsusiyyətlər istəyir. Avstriyaya qarşı müharibə hər ikisinə aiddir. 3-cü Əhməd məğlub olub, 1-ci Mahmud qalib gəlib. Nadir Şahla müqavilə bu yalnız 1-ci Mahmuda aid xüsusiyyətdir. 1733-cü il, sonra 1743-cü il. Balkanlarda itirilmiş ərazilərin geri qaytarılması da 1-ci Mahmuda aiddir, çünki Avstriyaya məğlubiyyətə uğratmışdır. Cavab 2-3. Geriləmə hər ikisinə aid xüsusiyyətdir. Uyğunluğu müəyyən Trabzon konfransı bildiyimiz kimi 1918-ci ilin aprelin 13-dən martın 13-dən aprelin 14-nə qədər davam etmişdi. Aprel, mart. Batum da 1918-in may-iyun aylarını əhatə eləyir. Sonra Batum müqaviləsi ilə başa çatır. Osmanlı dövləti Seymin başlatdığı müharibə səbəbindən üzləşdiyi itkilərə görə yeni ərazilər tələb edirdi. Bildiyimiz kimi, demək, Qars Sərdahan Batumu vermək istəməyən erməni və gürcülü fraksiyaları Osmanlı ilə 8 yönlü müharibəyə girir, məğlub olurlar. Sonra Batum konfransında Osmanlı onlardan təzminat istəyir, yeni ərazilər daha da tələb edir. Bu Batum konfransına aid xüsusiyyətdir. Burada qeyd edək. Cənubi Qafqaz Seymi Qars Sərdahan Batum olan iddialarını əl çəkməli idi. Seym Qars Sərdahan Batum iddialarını əl çəkir. Bu Trabzon konfransına aid xüsusiyyətdir. Təbii ki, bu demək olmadığı üçün müharibə sonradan baş verdi. Bu ordusunun Qafqaz cəbhəsinin çıxarılması başlandı. Bu Ərzincan barışığına aiddir. 1917-nin 5 dekabrı. Bu ümumiyyətlə heç birine aid xüsusiyyət deyil. Bu daha öncədir. Osmanlı dövləti Cənubi Qafqaz Seymini müstəqil dövlət kimi görməyə çalışırdı. Bu əslində hər ikisində olan bir xüsusiyyətdir. Amma düşünsək ki, çalışırdı sözü var burada. Ona görə Osmanlı Cənubi Qafqaz Seymini müstəqil dövlət kimi görmək istəməsi ilk olaraq bu Trabzon konfransında dilə gətirilir. Sonradan Batum konfransında da aprel ayının 22-sində buna nail olunur və müstəqilliyini qazanan bölgə Cənubi Qafqaz Federativ Respublikasını yaradır. Almaniya danışıqlarda öz vasitəsini tələb, bu da Seymdən demək, Seymə təklif edirdi. Batum konfransında ki, mən sizə danışıqlarda vasitəsilə edə bilərəm. Təbii ki, heç kim hamı bundan imtina eləmişdi. Yalnız gürcülər bu vasitəsilə gedəcəklər. Demək, mətnə baxsaq, mətndə demək, müqəddəs birliyin yaradan Avropa dövlətləri Səfəvi Şahı Süleymana da demək, birliyə qoşulmaq təklifi irəli sürür. İndi bu mətn haqqında suallara baxaq. Tarixi birliklərinizə əsasən müqəddəs birliyə daxil olmuş dövlətlərin ikisinin adını qeyd edin. Bildiyimiz kimi 1684-cü ildə yaradıldı müqəddəs birlik. Bunlar da baş hərfindən Vamur kimi qeyd edirdik. Venesiya, Avstriya, Malta, Rusiya, Respospolita. Rusiya daha sonralar qoşulur.
Yəni 2 olaraq 5 dövlət yazdıq burada. İkisini də bunlardan birini yaza bilər, ikisini yaza bilərsiniz. Mənbəyə əsasən haqqında bəhs olunan Səfəvi şahının Osmanlı dövlətinə münasibətdə Abbasdan, 1-ci Abbasdan fərqli xüsusiyyət. Aha. Bildiyimiz kimi Səfəvi şahı Şah Süleymandır. O Osmanlıya qarşı ittifaqa qoşulmur. Amma Abbas qoşulmuşdu. Məsələn, yaza bilərik ki, 1-ci Abbasdan fərqli xüsusiyyəti Osmanlıya qarşı müharibə aparmaması. Və ya qeyd edə bilərsiniz ki, Osmanlıya qarşı heç bir dövlətlə ittifaqa girməməsi. Çünki 1-ci Abbas Avropa dövlətlərinə əlaqələr saxlayırdı. Mənbəyə və tarixi biliklərinizə əsasən Osmanlı dövlətinin müqəddəs birliklə mübarizənin 2 nəticəsini qeyd edin. Bildiyimiz kimi müharibə 1699-cu ildə Osmanlının məğlubiyyəti ilə başa çatır. Bu birinci nəticə. Və ikinci olaraq qeyd edə bilərik ki, Osmanlı Mərkəzi Avropada ərazilər itirmişdi. Mərkəzi Avropada ərazilərin itirilməsi. Bu qədər. Videoya baxdıqdan sonra kanala abunə olmağı, videonu bəyənməyi, nəticələrinizi rəydə qeyd etməyi unutmayın. Sağ olun.